Salam. Bugün biz sizlərlə 5, 9, 3 və daha çox ədədin toplanmasını işləyəcəyik. Gəlin işləyək. Baxın, biz qoyun. İşləyəcəyik. Gəlin işləyək. Gəlin işləyək. 1. 238 üstə gəl 349, üstə gəl 108 toplama əməlində təkliklərin cəmindən neçə onluq yaranır? Uşaqlar, 238-in təkliyi 8-dir, 349-un təkliyi 9-dur. Yəni, altından xətt çəkim ki, biləsiniz. 108-in də təkliyi 8-dir. İndi bunları cəmləyəcəyik. 8-in üstünə 9, 17, 17-in üstünə 7, 17-in üstünə 8, 25 edir. 25 də, baxın, üstə gəl. Cavab 25. 25'te de təklif onluğunu istəyir. Onluğu 2'dir. Ona görə də ki 2'yi nişanlayırıq. Keçdik 2'yə. 2'də deyir ki 3 bucaq bərabərdir 218, üstə gəl 109, üstə gəl 37 və kvadrat böyükdür 3 bucaq olarsa kvadratın yerinə yazılacaq ən kiçik ədədi tapır. Uşaqlar, 218 üstə gəl 109, üstə gəl 37-nin cəmi 364-dür. 364 cavabıdır. Kvadratda ən kiçik istəyir, amma bu böyük olsun istəyir. Bu böyük yerinə ən kiçik yazılsın. 365 olur. Bir də artırıq ən kiçik olması üçün. Keçdik 3'ə. 213-dən sonra gələn ilk 3 ardıcıl tək ədədin cəmini tapır. 213-dən sonra gələn ilk 3 ardıcıl tək ədəd. 215, 217, 219. İndi biz 215'in üstünə 217'nin üstünə 219 gəlirik bərabərdir. Eləyir, baxın 5'in üstünə 7 gələndə 12 eləyir. 12'in üstünə 9 gələndə 21 eləyir. 21 eləyir. 2 yaddamız olur. Ondan sonra 1'in üstünə 1, 2, 2'nin üstünə 1, 3, 3'ün üstünə bu 2 yaddamız da gəlir. Baxın 1'in üstünə 1, 2, 2'nin üstünə 1, 3, 3'ün üstünə 2'nin gəlir 5. Yazın bunun cavabını yazın. 21. Sonra 2'nin üstünə 2 gəlir. 2'nin üstünə 2, 4, 4'ün üstünə 2, 6, 651. B variantı. Keçdik 4'ə. 4'də deyir ki, 2 ədədin cəmi 257'dir. 2 toplananlardan birini 97, digərini isə 316 vahid artırsaq, yeni cəmi neçə olar? Uşaqlar, 2 ədədin cəmi 257'dir deyil. Toplanandan biri 97'dir, biri də 316 vahid artırsa, yeni cəmi neçə olar? Biz 316'nın üstünə 97'ni gəlirik. Bərabərdir. 6'nın üstünə 7 gəndə 13 eləyir. 3 yazırıq, 1 yadda. 1'in üstünə 9, 10, 1 yadda vaydı 11, 1 yazırıq, yenə 1 yaddamız var. Yenə 1 yaddamız var. Sonra 3'ün üstünə də 1 gələcək. Bu 1 yaddamız da gəlir. Olur 4. 413 olur. Ondan sonra 413'ün üstünə 257'ni gəlir. Bərabərdir. 3'ün üstünə 7, 10, 0 yazırıq 1 yadda. 1'in üstünə 5, 6, 1 yadda vardı 7. Ondan sonra 4'ün üstünə 2, 6, 670
Cavab C. Keçdik 5-ə. 5-də deyir ki, kvadrat üstəgəl üçbucaq üstəgəl ulduz bərabər 21 olarsa, bunun cəmini belə bir təsvir verilib. Sonradakı cəmini tapın. Biz indi uşaqlar nəsə gəlməli ki, burada olsun. Baxın uşaqlar,